Hiç yadımdan çıkmadı seni gördüğüm o gün. Hayatıma yazıldı senle olan bir gün. Hiç yadımdan çıkmadı seni gördüğüm o gün. Hayatıma yazıldı seninle olan bir gün. Mene yad olan tanış gözümü yolda koydun. Mene yad olan tanış beni həsrətə attın. Məni dəyişib getdin, məni dəyişib getdin. Mene yad olan tanış. Bilirsən bu şəhəri gəzəndə gözlərim hər zaman səni axtarır. Adını eşidəndə ürəyim qidalanır, ürəyim qidalanır. Bu şəhəri gəzəndə gözüm səni axtarır. Adını eşidəndə ürəyim qidalanır. Xəyal olursan gecə gördüğüm yuxularda, gizlin sevgim olursan söyle. Mən səni tapım harda, mən səni gəzim harda. Söylə, Söyle. söylə. Mene yad olan tanış gözümü yolda koydun. Mene yad olan tanış beni həsrətə attın. Məni dəyişib getdin, məni dəyişib getdin. Mənə yad olan tanış, mənə yad olan tanış. Gözümü yolda qoydun. Mənə yad olan tanış, məni həsrətə attın. Məni değişip gittin, məni değişip gittin. Mənə yad olan tanış. Mənə yad olan tanış. Elnur ve Vasif karşı durması. Buyurun Zülfiye Hanım. Değerli Ürəyiniz doludur. dostum, Abbas'ı salamlayıram, buradan alqış istəyirəm. Abbas'ın repertuarındandır bu mahnı. Mən sizə bir söz deyim, hazır məhsulsunuz siz, ikiniz də. Vallahi. Hazırsınız. Sizi gözləyirik, bütün yaxşı-yaxşı məclislər. Ses Azerbaycan yetiştirir. Bəli, razıyam, tamamilə razıyam. Gənclər, hər ikinizi təbrik eləyirəm. Açığı deyim, mən bilmirəm hansınızı, nəsə deyim, nəsə... Eyni elə bir, mənə, necə deyim sizə? Zülfiye Hanım siz rahat deyin. Onsuz da seçimi röyə edəcək. Rahat deyin. Ne istəyirsiniz deyin. Mən özüm üçün də... Narahat olan en çok Mən üstaddır. Röyan yerinə narahatam. Niyə görə? Çətin olacaq seçim. Çox bənzər, bir-birini tamamlayan, səslər, ahənglər, boğazlar eşitdim. Boğazlar biraz çox idi. Çox idi. Biraz. Var idi. Hələ azaltdı. Hələ azaltmış formasıdır. Amma mən Röyan yerinə olsaydım çaşardım, bilmərdim kimi seçim. Olmaq istəməzdiniz, Sizin hə? hər ikinizə uğurlar. Çünki belə ifalarda, belə çıxışlarda çətinlik olur. Bəli. Hər ikisi də gözəl ifa elədilər. Hər ikisinin də səhnəsi super, əla. İndi gəl bunlardan hansından birini seçirsən seç. Eldar, bəs siz necə? Röyanın yerində olmaq istəyərdiniz yoxsa yox? Mən sizi təbrik edirəm, Röya səni təbrik edirəm. Çox sağ olun. Demək istəyirəm ki, ahənglər, səs tembrları elə bir-birinə oxşayırdı ki, mən hərdən belə baxırdım, bilmirdim kimin ağzına baxım ki, baxım görüm kim oxuyur. Çox bir-birinizə uyğunsunuz, çox gözəl bir seçim idi. Atlarını çəkmək istəmirəm ki, təzyiq olmasın da, amma belə gözü bağlı deyəcəm ki, biri sənə oxuyurdu, bilmirəm demək olar yoxsa, biri sənə oxuyurdu, o birisi isə bütün tamaşaçılara, mən tamaşaçılara oxuyanı seçərdim.
Belə. Uğurlar. Mən artıq bildim kimi deyir Eldar. Ay bəsirən! Yenə indi də siz başladınız kartlarla danışmağa. Belədir Murad, də, siz elə aylarla danışın ki burada biz oturanda belə hamımız olur. anlayaq. Murad, buyurun. Sizin janrınız elə bir janrdır ki, bu boğazlar əldə deyil. Gözünüzü yumursunuz və özünüzdən bir ixtiyar, bu nəğmələr, bu xırdalıqlar, bu rənglər fəzaya ucalır. Nəğməni gözəlləşdirə də Çox bilər. üzr istəyirəm. Bu boğazları, xırdalıqları da hər ifaçı da eləyə bilməz. Hər kəs edə bilməz. Yəni bu da bir xoşbəxtlik. Məsələn, mən edə bilmərəm. Bunu səmimi etiraf edim. İndi mən əslində əziz həmkarımın, bilirəm o artıq nələr yaşayır. Mən bax indi bu dəqiqə hal-hazırda onun kimi həyəcanlanmışam. Niyə? Bilmirəm, amma hiss edirəm. Çünki bu çətin bir şeydir. Bərabər bir yol qət edirik. Günlərimiz, saatlarımız, vaxtımız, vədəmiz sizlərlə keçir. Nəyisə müzakirə edirik, nəyisə iradlar var, qorxu var. Bir də hər birinin hekayəsini öyrənməyə başlayırsan. Anlayırsan ki, bunda bu var, bunda bu məqamlar var. Bu çox çətin məqamdır. Amma bilmirəm, bəyəndim ifanı. O xırdalıqların ola bilsin Həyəcandan bəzən izafi olurdu, olmağı bəli. yalnız və yalnız həyəcana bağlayıram. Bəli. Çünki sizin həyəcansız olmağınız normal olmazdı. Çünki bu səhnədən sizi kəşf edirlərsə, demək ki, ilk addımlarınızdır böyük auditoriya qarşısında. Amma bilirsiniz nə fikirləşirəm? Zaman gələcək və siz o xırdalıqları da kontrolda saxlayacaqsınız. Səhnədə daha inamlı dayanacaqsınız və o zaman biz sizdən nələr eşidəcəyik, nələr. Yetər ki, səhnədən və sənətdən küsməyin. Bu an üçündə Muradın empati duyğusu o qədər güclüydü ki, mən bir anlıq elə bildim ki, Röyanın yerinə seçimi o eləyəcək. Mən hər Amma dəfə onu hiss edirəm. seçimi ustad edəcək, amma bir qədər sonra Röyan öncə qarşı durumu haqqında bir ümumi fikirlərinizi öyrənək. Ən həyəcanlandıran qarşı durmalardan, məsəl üçün, 2 nəfər varsa, ikisi də onlar idi. Özləri bilir. Ən çox məşqlərdə qalan onlar idi. Başqaları ilə məşq edirdik, təzədən onlar gəlirdilər. Murad düz qeyd etdi. Yəqin ki, gələcəkdə bəzi hallarda özlərini saxlayacaqlar ki, burada qoy düz oxuyum ondansa, amma yerində oxuyum. Xırdalığı eləyib ora-bura qaçmaqdansa. İkisi də mənim üçün çox əzizdir. Mən əminəm ki, buradan gedən iştirakçı onu hamısını gecələr yatmayıb, ay bunun TikToku, nə bilim, YouTube'u. Valla özümdən çox onlara baxmışam. Ki bəlkə bu uşaqlar bizi görəndə nədirsə, bəlkə bizlə tamamilə başqa bir yola gedərlər. Mən seçimimi edə bilərəm. Röya xanım, seçim məqamıdır. Buyurun. Mən Elnuru seçirəm. Elnur, təbriklər, layihədəsiz. Yox, qoymayacağım. Ama unutmayın ki Vasif de çok güzel müğennidir. Hiç yadımdan çıkmadı seni gördüğüm o gün. Uğurlar Aziz. Hayatıma yazıldı. Sağ ol. Təbrik edirəm. Uğurlar. Hə. Təbrik edirəm. Təbrik edirəm. Sağ ol. Sağ ol. Təbrik edirəm. Uğurlar, şad olduk. Sağ olun. Rəsmi olaraq bu heç də son deyil. Biz sizi hələ ki buraxmırıq, hələ ki sizə əlvida demirik. Çünki qarşıda həlledici 10 saniyəmiz var ki, digər 3 ustaddan biri bundan yararlana bilər. Vaxt gedir. Vasif, buyurun indi sizə eşitmək istəyirik. İlk öncə ustadlarımızı salamlayıram. Mənim üçün böyük fəxrdir ki,
sizlərin qarşısında ifa edirəm və Röya xanımı daha da yaxından tanıdım. Çox sağ olsun ki, bizə bu qədər Canımsan. vaxtını ayırdı. Çox Çox sağ sağ olun ol. və buradakı izləyici dostlarımızı, dəstəkçi dostlarım hamısını salamlayıram. Var olun. Allah yolunu açıq eləsin. Təşəkkür edirəm. Çox sağ Burada olun. minnətdaram. bitmədi. Bəli, həyat davam edir. Bunu bilin, burada bitmədi. Biz başqa proyektlərdə görüşəcəyik inşallah. İnşallah. Təşəkkür edirəm. Çox sağ olun. Yolunuz açıq olsun. Vasif, çox sağ olun. Çox sağ olun ki, gəldiniz. Bu alqışları, bu sevgini əldə etdiniz. Çox sağ ol atam, çox sağ ol. Uğurlar olsun. Çok güzel ifa edin. Yolun açık Uğurlar, olsun. uğurlar sizin.